Siz blokda qalandan mən səhifəni Bakılı, mən bu səhifəm yeni səhifədir. Yeni ilə harda keçirəsiniz? Nə bilim valla. Bir insan var, düz çox insan qonaq çağırıb, sağ olsunlar, var olsunlar. Görək də hara qismət olsa oraya gedəcəyik. Ekran tıkanından çox sağ olun, tək oğlan. Yeni işləyir. Salam aleyküm mənim qardaşım, necəsən? Qalan çox sağ ol, yaxşam, sən necəsən? Sağ ol, Allah kömək olsun. Tanıdın deyəsən, etsindir. Məhəl aşağı. Səsin tam... Elçin, nə var, nə yox, necəsən? Nə var, Keyfət? yox, əzələtədir, işlər gücdə. Yaxşı olasan, Allah köməyin olsun, sən necəsən? Sağ ol, yaxşı avasan, vəziyyətən təli. Yavaş ol, şükür, şükür, yaxşı ol, sən Canın necəsən? başın işlər gücdə yaxşıdır. Şükür, şükür Allaha, şükür. Yaxşı olsun. O günlər yazdım, gördüm yazılar çox gedir, çatdanmışsa yazılar oxumağa. Dedim daha yarından çıxıb yazılar oxuyan bir, ona görə daha şey eləmədim. Çox hissə yatmadım. Allah köməyin olsun, hə? Olur ki, elə olur ki, misafir çox olur ay için, ona görə boşa bilmərlər. Bəzəsində yaxşı daxır, dedim bir salamlaşım eləyim, görüm tanıyacaqsan yoxsa yox. Səsindən tanıdım. Neyəsən, Tərlan nə deyir? Yaxşı olarsan, Allah sənin canını sağ eləsin, özündən müqayətə qardaşım. Gecin xeyrə qalsın, inşallah danışarız, söhbət eləyərik, Allah qoysa. Sağ ol, sağ ol. Sağ ol. Səhifəm yeni səhifədir, ekranlarımıza tıklar zəhmət olmuşsa. Keyfiyyətli ətirlər. Ayıp diye. Burada ayıp ne biz? Burada ayıp nedir? Gerek söğüşsüyor, gerek agresifleşir. Sana her şey olar. Teşekkür ederim, minnettarım. Çok sağ olun. Sizin de bayramınızın mübarək. Çok sağ olun Jale Hanım. Siz necəsiniz? Ətirin neynədin qaqa? Hansı ətiri? Akşamınız xeyir olsun. Çok sağ olun. Piyandı. Kim piyandı? Amin, çox da gündən xanım. Allah sizə qorusun, istifaları da qorusun. Teşekkür ederim, minnettarım. Hər vaxtınız xeyir olsun. Teşekkür ederim. Hər birinizin 2026-cı ili uğurlu, çəlli olsun. Yaxşı insanlara deyirəm, ama pis adamlara demirəm. Evinizdə ruz bərəkət olsun. Xəstələrə Allah bütün şəfa versin. Allah işlərinizi avan eləsin. Hər birimiz üçün 2026 yaxşı insanları nəzərdə tuturan, pisləri yox. Yaxşı insanlar hər biri üçün qapılar, xoş qapılar açılsın inşallah. Təbrik edirəm hər birinizin bayramını. Dünya Azərbaycanlıların Həmrəylik günü 31 dekabr. Hər birinizi təbrik edirəm. Azərbaycan xalqını təbrik edirəm. Dünyadan xaricdə yaşayan Azərbaycan xalqını təbrik edirəm. 2026-cı il, yeni il hər birimiz üçün düşərli uğurlu olsun inşallah. Neyini necəliyim deməyəsiniz. Hər vaxtın xeyir olsun. Ey gün xoş gördük. Necəsən qaqa? Qətibə Quliyevan qoşaq. Sən də sağ ol, Elgin Allah sənin canını sağ ol versin. Müsəlmanların bayramı deyil, bizə lazım deyil. Müsəlmanlar təkcə bayramla deyil. O qədər insanlar var ki, müsəlmana yaraşmayan o qədər işlər görürlər ki, and olsun Allaha. Ayıbdır valla. Müsəlman bayramla ölçülmür, müsəlman yaxşılıqla ölçülür, qəlb qırmamaqla ölçülür, verdiyi sədəqə ilə tanınır, verdiyi yaxşılıqla tanınır, etdiyi əməllərlə tanınır. Müsəlman bayram keçirməklə tanınmır. Bu dünya Azərbaycanlıların həmrəliyi günüdür. Həmrəliyi bunun yeni ilə nə dəxəsi var ki? Bu yaxda körpü uşağı biz nətər deyil, bu bayram sənin deyil, o bayram bundur. Bu körpü görür də, bu bilmirəm müsəlman nədir, o birisi nədir, bu birisi nədir. Müsəlmanlar təkcə yoka ilə deyil, əzizlərim. Çox sağ ol, təşəkkür ederim qaqam. Uşağın adını niyə yazmamısan, sağ olun.
Salam, elimiz yenilənir, əsas da odur. Bəli, bəli, bəli. Yəni, bayram onu görə eləyirlər ki, 2026-cı ilə illər gəldikcə illəri xoş qarşılağın, pozitiv qarşılağın ki, gözəl olsun. Bir dənə tac qalıb uşaqlar hədəfim, bir dənə tac. Bir dənə tac. Əleyhmə salam, əleyhmə salam. Yaxşı elədi, Xalidə, əcəb elədi. Bundan sonra heç kəs mənə minə bilməz. Təqvim bir, bəli, bəli, bəli. Tərbiyəsiz dağlar dağlar. Tərbiyəsiz mən neynədim ki? Bilməm, izləmədə qalın, Zəhrə duyğu, mən bilmirəm. İzləmədə qalın, deyəcəklərsə. Mən heç nə deyə bilmərəm, əzizim. Amin Əkbər, kişi olsun kişi. Kişi lazımdır sənə, kişili görmək istəyirsən, ayıb deyil. Sən neynirsən kişini? Əlbəttə, Dəlbəm. Əleykmə salam, əleykmə salam. Allah işini avan eləsə, iyi gün. Salam, salam, salam. Çox sağ olun, şükürlər, yaxşıyam. Siz necəsiniz? Ekranlarımızı tıklar, zəhmət olmasa da tutar. Bəyənmirsən, baxma. Xoşun gəlmir, baxma. Əleykmə salam, əleykmə salam. Xoş gördük. 1, 2, 3, 4, 5, U7. Siz necəsiniz? Mən heç kəsə heç söz dizdirməyim. Burada gələn ağzınıza gələni danışmayın da. Sizi hörmət eləyin də. İndi mən başlayacağım, vallahi girəcəm, anadan girib bacıdan çıxacağım, deyəcək Hüseyin tərbiyəsiz deyil. Özünüzü hörmət eləyin də. Anasını tanımayan, basını tanımayan, anasıyla sevgili olan, basıyla sevgili olan gəlin mənə məsləhət verir. Get topundan oyna da. Özünü hörmət eləmə, özünü tanımayan gəlin mənə nəzə fikir bildirir. Ağ eləməyin də, özünü hörmət eləyin. Ananıza, bacınıza hörmət eləyin. Ananızı, bacınızı söydürməyin. Arvadınızı, qızınızı söydürməyin. Gelin düzüldü bir danışın. Mən dedi, sakit düzüldü, başınız gedir etsin bəzilərinizin. Anasıyla sevgili olan, anasına yolbur tapan, bacısıyla sevgili olan, bacısına kliyentə çıxardan mənə gəl burada bir fikir bildir, ağıl verir. Oturmuşum sakit canıma, xoşun gəlmir, cəhənnəmə xoşun gəlmir. Mən səni tanımıram, sən kimsən? Elə bir şey xoşlarına gəldi. Mən burada yayımcı, burada sözlüsün, bunu anası da eşitsin, bası da eşitsin, qızı da eşitsin, arvadı da eşitsin. Xoşuna gəlir deyəsə, arvadı pis söz eşitəndə, anası bası pis söz eşitəndə xoşuna gəlir. Sən yazdığın anın bacını görməyə bilər, arvadını görməyə bilər. Mənim dediyim sözü anın da eşitə bilər, bacını da eşitə bilər, arvadını da eşitə bilər. Bəlkə yandaş yerdə oturmuşsa, bəlkə anın məni istəyir, bacım məni istəyir, arvadım məni istəyir. Ya da hörmət elində ağ eləmir. Agresiv olar hər dəfə sizinlə. Nə qədər insan ola bilər. Anasının əmcini kəsən, anasını tanımayan, bacısını tanımayan, anasıyla sevgili olan, oğlu ilə, qızı ilə sevgili olan gəlib mənə burada fikir bildirir. Doskoyla olan, kişi ilə. Burada kişilik gözü bu deyiləcəm sənə. Kişilik istəyən ki, sənə lazım olan yeri konumadın, gəzəni göstərim, mən kişiyəm yoxsa kişiyəm. Sən öyləsən, sənin başının haqqı. İndi qoymayanı deyəcəksən, bax belə, atıb yaşayacaqsan. Məsələn, quduran sənin kimlər olar? Mən quduran deyiləm. Quduran sənin kimlərdir, yaxından tanımadan, gəlib ağzınızdan çıxanı burada danışırsınız. Deyirsən, qulağınız başqa şey eşitmək istəyir. Müzakirə mən çıxarmamışam. Demişəm, mən demişəm, bu belədir, bu belədir.
O kadar insanlar var ki kəndin içində elə qadınlar var, elə kişilər var ki başını soğuk paçasının arasında gəzir. Bizim şu anda elə tərbiyəsizliyimizlə biz müzakirə olunmamışıq. Ədəbsizliyimizlə biz müzakirə olunmamışıq. Əxlaqsızlıqla müzakirə olunmamışıq. Amma bəziləri arvadları, nə bilim, bacıları, anaları əxlaqsızlıq başda gələnləridir. Xoşun da daşı bəzilərin başına ağır olur. Məsləhət verən çıxırlar. Mən Xoşudam xanım mənə gəlib asıb kafenin üstünə götürəndə heç bir köpoğlu yox idi yanında. Ailə söhbəti ailədə, mən də biləm ailədə qalır. Mən çıxıb deməmişim, mən belə, mən elə, belə. Mən kömək istəmişəm, müalicə istəmişəm orada. Ben başka söhbət eləməm, mən burada başka söhbət, oturub danışıram burada, hər bir tərəfdən ki, anası tanımayan, anasının sevgili olan gəlib mənim burada kişilikdən danışır. Kişiliyə xəbəri yoxdur, gəlib kişilikdən danışır. Yaxşı eləyir danışır, xoşuma gəlmir, baxma. Mən yanı danışma yaxşı fikir verirəm. Gel işindən məşğul ol da, rəddilin bloka atı geçsin. Arxası adlarından sonra rəddilin bloka geçsin. Anasını tanımayan gəlib mənə məsləhət verir burada. Özü ki, heç bilmir, tanımır özünü, mənə gəlib bir şey diyor, gəlir burada. Yaxşı eləyirəm, haqsızlıq edirəm. Hoşuna gəlmək izləmə, baxma. Mən sən deyiləm hər nəticələr qəbul edim, başa düşdünmü? Səni kimlər qəbul edə bilər? Mən qəbul eləmirəm. Orduc kəndinə də məndən salamlar olsun. Aleyküm selam, aleyküm selam. Aleyküm selam əskər anası. Allah bütün əskərlərimizi qorusun. Hər vaxtınız xeyir olsun. Allah razı olsun. Çok sağ olun. Teşekkür ederim. Minnettarım. Siz de sağ olun Kuba. Amin. Çok sağ ol. Allah sizin de balaları görsün. Axşamın xeyirdə nətərsən? Her vaxtın xeyir olsun. Gün çok sağ ol. Sen ne deyirsən? Sağ ol bəyəm, sağ ol. Allah səni var eləsin. Niyə baş qoşursan sarı şərəfsizlərə? Yox, gəlib özünü tanımır, kimdir? Elə bir ki, xoşuna gəlib. Başa düşmür ki, elə abratka verər ki mənə, monitor arxasında oturub şirlənməyinə var. Bilirsən necədir? Onlar gidişirlər, gəlirlər sən dediyin sözlərdən qəbul eləsinlər. Sonra da sabahlar deyəcəklər filan kəs söydü. Sən filan kəsin canlısında nə gəzirsən, filan kəs sənə artıq əski deyirsən ki, o sənə artıq söz desin. Bax, nə işin var sənin burada? Lazım idi denən sənə. Gəlib mənim sənə dediyim gül sözlərdən işləsən. Bırax başlarını əsəbləşdirmə özünü belə. Valla, dəyməz. Allah haqqı dəymir. Çünki onlar özlərini hörmət eləmir. Mənim sözüm burada bax, sənə yazanlardır ya. Birbaşa onlara deyirəm. Kimdə sözü olsa problem yoxdur, yazsın. Mənim şəxsim açıqdır. Özünü hörmət edən adam gəlib burada kimisə ailəsinə müdaxilə eləməz. Nə işin var sənin cəmaatla? Yox, ağır söz işləmək istəyir də. Mən bayaq dedim. Mən də burada əydə verirəm, hərkən edirəm ki, mənim namuslu qeyrətli analar, bacılar istəyir, məni açıqlar, məni əsəbləşdirməyin.
Mən bu sözü yenə vurğulayıram. Bəziləri burada o artıq əski yazanlar öz evlərinin qapısı bilmir, sağa açılır, sola açılır, ya cəftəsi var. Başa düşdün? Birinci gedin, güzgünü qoyun özünüzə baxın, sonra gəlin cəmaata ağıl verin. Vüqar Nəcəfov, həyası sənin elindəkilərdir. Can, teşekkür ederim anam, Allah sizi istəsin. Lazım idi sənə, hə? Hay atına sən. Baba, hoş geldiniz kardeş. Yəqin söz deməyə çıxdınız, buyurun. Xahiş edirəm, canlıya çıxan hər bir kəsə aiddir. Qardaş, üzürlü say, Quba, çıxıb, mən də yuxarıdayam. Ümumiyyətcə çıxıb kimisə ailəsini burada müzakirə etmək lazım deyil. Hərənin öz şəxsi işi var, öz işinə qoşulsun. Ən gözəli budur. Cəlal Baxşəliyev, mən sənə cavab yazmışam ki, neylə bağlı mənim nömrəmi istəyirsən? Canım gözüm, Baxşəliyev adı mənə biraz tanış gəlir, ona görə soruşuram sənə. Burada da çox sözlü insanı qışqırtmaq üçün eləyir, yəni bunu bil. Çoxsu istəyir ki, sən ağzını pozasan burada. Ona görə bak gidişirlər. Çox sağ ol, Allah razı olsun, Allah can sağ versin. Sən başa düşürsən mi deyirəm? Ay Hüseyin, Aycan, canım bir bala çoxsu burada səni yalandan qışqırdır ha. Ağzını pozasan. İmkan vermə, ağzını pozmasan. Etik ifadələr işlətmə. düzdür, görürəm, düzdür. Onların çoxsu naqıl gəlib sən o hərəkət edirlər ki, sən burada etik ifadələr işlədirsən, sabahlarda başın ağrısan. Onların çoxsu öyrədilmişdir. Mən bunu sənə garanti eləyirəm. Özlərinə hörmət eləməyənlər də, anasına basına hörmət eləməyənlər də. O timinlə. İnsanın gönlü nə qədər Sevgim qalın olar. nəvələrim, sənin sevgin nəvələrin olsaydı, gəlib burada çöplədib cəmalın işinə boş soxmaz. Gəlib nəvələrinlə çöplədərdi. Allah Sevgim nəvələrim. Gel nəvələrinlə onu öyle. Kəmərim yanında deyirəm, emosiya ver, gəbra. İşləyirəm səhər-səhər kömək elədim. Kimdir o? Salam əskər anası, salam. Hər vaxtınız xeyir olsun Hüsnü. Bu mənim tezin nömrəmdir dostlar. Səhifəmizə zəhmət olmasa takip atağın. Hər vaxtınız xeyir olsun. Sən yeganə Bəli, adamsan. gündən sonra bəli. Atıram bu Yeganə bloqları. adamsan, mən səni takip edirəm. Mənim qardaşım məni takip eləməsə, mən bunu eləmirəm. Xəbərim var sənin. Aycan, Yeganə adamsan, səni takip edirəm qarşılıqsız. Mənim qardaşım məni takip eləməsə, mən onu eləmirəm. can Allah sənə kömək olsun, qıqam. Allah sənə qorusun. Mən də səni takip etdim. Canımsan, bura. Allah köməyiniz olsun. Çox istəyəcəyimizə Allah can sağ olasın. Mən sənin xətrini çox istəyirəm. Səni elə hər bir. Allah Ramiq Əbəliyev, teşekkür ederim qıqam. Allah can sağ olasın. Əleykum salam Şirvan, çox sağ ol. Sən necəsən? Bura hazır. Allah sağ olasın Bakır xanım. Allah Bakırlarımızı qorusun. Bütün yaxşı bir ölkələrimizin yaxşı insanlarını qorusun. Emin. Hazır bura. Əleykum salam Casım oğlan. Görgülərdə ciddi qoymuşsan. Dağlar oğlu salam. Beni tanımaya gelipsin. Dağlar oğlu salam. Salam. Amin, amin inşallah. Amin, amin. Allah Amin, bütün çok yaxşılarımızı teşekkür qorusun. Allah bütün yaxşılarımızı qorusun. Hər belə dastoyni insansınızsa, Məğlan deyirəm, gecəniz xeyrə qalsın. Gecəniz xeyrə qalsın. əqidəniz varsa, özünüzə hörmət eləyirsinizsə, deyirsiniz Hüseyin, yaxşı oğlansan, cansan, busan. Deməsin nə? Mənə də bizi yalanı tərəfləmək lazım deyil. Padyaş Özlərini hörmət Niyə eləsin. gəlib cəmaatında qalmır? Özlərini hörmət eləmirlərsə, anasına basına hörmət eləsin. Öz anasına basına hörmət eləməyən, başqasının anasına basına hörmət eləməz. Heç vaxt. Yoxsa Allah sizin köməyiniz olsun. Hə, salam Hüseyin, necəsən? Əleykum salam, çox sağ olun. Siz necəsiniz? Maşallah, səni həmişə izləyirəm, həm verilişlərdə, həm bütün canlıları. Allah səni qorusun. Nə vaxt idi qoşulmaq istədin? Allah səni qorusun Hüseyin.
Allah can sağ eləsin. Allah sizləri Sən o qorusun. gül Təşəkkür. balovu qorusun. Sən həqiqətən Allah zəhmətkeş insansan, amma öz zanımda Elə insan gözəl. sən haqqında oyun danışdım. Deyirəm ki, həqiqətən Hüseyn çox zəhmətkeş insandır, amma belə azığın getməsinə indi o yoldaşın da Azərbaycanlı xanımıdır, ona da bir söz deyim. O sənə qarşı bir belə aqressiv olmalıdır öyle. O nə qısqanclıq deyil, nə sevgi deyil. Söhbətləri bağlayağım, xahiş edirəm. Mənim başım ağrır, qurban olum sizə. Aydındır, aydınlayıram Amma sizi. Başım həmişə öz ayağının üstündə möhkəm dur, bərk ol. Can, Heç vaxt təşəkkür edirəm, çox sağ ol. küsmə, həmişə möhkəm ol həyatda. İnan, həyatı sev, səbirli ol. Həmişə Allah səni sevəcək. Sənin o səbrinin qarşısında Allah Taala həmişə sənə mükafat verəcək. Yəni Allahın sevdiyi bəndəsi ol həmişə. Yəni Amin, amin. səni Çox çox sağ ol. sevirəm. Göyçaydan qoşulmuşam. Allah səni var Göyçay etsin. salamlar olsun. Təşəkkür edirəm, çox sağ olun. Bütün Göyçay salamlarımı göndərirəm. Biz də sənə Əsgər salam. anası, buyurun, xoş gördük. Allah bütün əsgərlərimizi qorusun. Əsgər anası gəlib əsgər atasının yanına. Danış gözəl, danış. Əsgər anası, salam. Çıxarım uşaqlar, çıxarım zəhmət olsun. Yəqin anam yuxuya gedib. Fatimə Abbas sayda xoş gördük səni. Necəsən? Görəsən bu insanlara hansı dillə deyəsən ki, çıxıb nəyisə müqayisə eləməyin, burada müzakirə eləməyin. Bunu hansı dillə demək lazımdır? Celal Bəxşəliyev, salam əleykum. Qardaş. Necəsən Hüseyin? Çox sağ ol Celal bəy. Siz necəsiniz? Allah razı olsun dedi. Allah köməyin olsun. Allah millətimizi qorusun. Xalqımızı qorusun. Amin, çox sağ olun. Çox sağ olun Celal bəy. Burada məsələ nədir? Yəni burada ciddi bir məsələ yoxdur. Burası mən sənin özünlə şəxsi söhbət eləmək istəyirdim. Nə barədə? Yəni yaxşılıq barəsində. Burası mən istəmirəm burada. Yəni Can, təşəkkür. Mən sizə nömrəmi yazacağam Celal bəy. Mən sizə indi buradan canlı bağlı nömrəmi yazacağam. sənin WhatsApp keçdiyin həyatı mən keçmişəm, amma məndə şükürlər hər şey yaxşıdır. Artıq mənim 2 nəvəm var. Mənim 2 nəvəm var artıq. Mən də çətin Allah keçmişəm. Çətin Allah keçmişəm, dədə. Çox sağ ol Celal bəy. Mən sizə mütləq bu canlıdan sonra Bir nömrə yazacağam. nətərdir, bir qardaş kimi, bir əmi kimi, bir dayı kimi, bir xaloğlu kimi, bir ən azından belə təsəlli baxımından ha, yəni mən hər gün Xoşqədəmin verilişində sizi izləyirəm də, hər gün deyəndə, yəni hər danışıq dialoq Həftə 5 gün. Allah sizə can sağ versin. İzləmədə qalın. Çox gözəl olacaq. İnşallah yaxşı olacaq. Təşəkkür edirəm. Var olasın. Allah qorusun. İmkan olanda bir dənə şəxsi nömrəyə mənə vızıb atarsan, mən səni yığaram, problem yoxdur. Yaxşı. Amma Siz mənə bir inan dənə Allaha. nömrə... Ay can. İnan Allaha, qəlbi Allaha bağla. Mən əvvəl səni Tamam, olur. mən səni əvvəl qınayırdım. Üzüyə deyirəm, yalan demirəm. Amma keçdiyim həyatları xatırladım. Dedim ki bu insana, bu həyatı yaşayan, bu günü yaşayan insana biri lazımdır ki bu dəstək verəsən ki, qardaş, mən də bu yolda olmuşam, mən də bu cür bəlalar çəkmişəm. Mən də, nətər deyim, mən sən yeri gələndə bildiyim qədər məsələn dövlət belə dedə, dövlətin himayəsində böyüyən insan olmusan. Bəli, bəli, Amma mən bəli. atam anam olub həyatda. Mən onunla belə çətinliklər çəkmişəm. Amma çətinliyə baxmayaraq bütün çətinlikləri aşmışam. Özümə təsəlli verə-verə. Özümə təsəlli Mən müzakirə qoymamışam. Mən özümdən canlaşmışam burada. Prosta cəmaət öz-özünə danışır. Ağzına gələni bilməm. Hətta qoy danışsan danışsın. Hərənin bir fikri var. Kimisi müsbət fikirdə, kimisi minus fikirdə. Bunu Allah Taala bilir. Deyir qoyun ki masallar, keçin ki masallar. Sən bu atalar sözü, bizim sözdür. Onun üçün də imkan olanda mən burada səninlə söhbət eləmək istəmirəm. Çünki Kamil istəyəfmə olsa nə qədər. Gözələr çox olur. Mən də biraz ağızdan zayam. Artıq danışaram efirdə istəmirəm. Amma şəxsi sən özünlə bir 5 dəqiqə, 3 dəqiqə söhbət eləmək. İnşallah, inşallah. Siz mənə nömrə yazarsınız. Belə də şəxsiyə Mən sənə nömrəmi yazdım. 010 395 41 45. Tamam. Təşəkkür edirəm, təşəkkür Hə. edirəm. İmkan olanda mənə vızı verərsən, mən səni yığaram. Canım Problem sən, yox. mən çıxım Hüseyin işləyirəm, danışarıq atam.
Oldu Elgün, teşekkür ederim qaqam, çox sağ ol. Canım sənin özündən müğayət ol, Allahın əmanətində ol, səbirli ol. Qaqam qaqam, çox sağ ol, sən də. Sağ ol, sən dədə. də. Sağ ol. Allah işlərini avam eləsin. Sağ ol ömrüm, sağ ol, çox sağ ol. Ben hala ki bir saat oyaqım. İmkan olsa yığarsan. Oldu, yaxşı Cəlal. Oldu qardaş. Talihsiz qadın, buyurun. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun, necəsiniz? Çox sağ ol Hüseyin bəy. Gülürəm. Sən mənim yəqin ki, oğlumla yaşlı olarsan. Mən burada sənə yazanları görürəm və oxuyuram. Mən sənə bir ana kimi, bir bacı kimi tövsiyə verərəm ki, əsas bir ana kimi sənə bir tövsiyə verərəm ki, oğlum. Yəni heç vaxt ailəni heç nəyə dəyişmə. Bir qadın səni qısqanırsa, əsl canından çox sevdiyi üçün qısqanır. Mən Ağdam rayonunda yaşayıram. Qoy kim nə istəyir yazsın, hərə öz anasından, atasından, nəslindən, ailəsindən gördüyü tərbiyəni nümayiş etdirir. Bəli, yəni sizin Mən onlara çox fikir vermirəm. gözəl Mən ailəniz izlə var. bastığım kimi gözəl qadınlarımıza, analara, bacılara, ağsaqqallara, ağbirçələ hörmət, uşaqlarımıza ən əsas hörmət Təşəkkür edirəm oğlum, təşəkkür edirəm. Cavab vermirəm onlara. Mən yoxsa elə cavab verərəm ki, evə girəndə mamalarına baba deyərlər zəfər. Mən bir ana kimi təşəkkür edirəm sənə. Mən yenə də sənə bir ana kimi sənə nəsihət verirəm və nəsihət verirəm. Öz ailənin, öz evladını həyatda heç nəyə dəyişmə. Kim nə deyir qoy desin. Siz öz qərarınızda və öz fikirlərinizdə daimi qalın. Allah Taala hər zaman xoşbəxt eləsin. Çox gözəl cütlüyünüz var. Allah qoysa inşallah mən sizə öz adresimi verəcəm. Mənim də ailəm var. Sizinlə yaşıd olmasa da biraz balaca oğlum var. Gələrsiniz inşallah bizim ailəmizin qonağı olarsınız. Balanla, ailənlə bərabər. İnşallah, çox sağ olun. Fatıma Təşəkkür Abbaszadə, ederim. necəsiniz? Valla görsən sən istəyənlər nə qədər var. Onun üçün də ailə ilə möhkəm yapış. Salam moderatorumuz, necəsiniz? Mühafizə çıxanım. Bu mənim yeni səhifəmdir. O bir səhifəm vuruldu. Bu səhifəni tez açmışam. Məni takip etsən sənə motto verərəm burada. O bir səhifəm axşamla getdi. Buranın haqqı. Cavab bəy, mən sizə inşallah əlaqə saxlayacağım Allahın köməyi. Oldu. Çox sağ olun. Ekranlarımıza tıklananlar var olasınız. Uşaqlar, bir dənə tac qalıb. Hədəfim tacdır. Tac. Bir dənə tac. Tac. Səhifəmizə takip edenler çox təşəkkür edirəm. Var olasınız. Allah can sağ versin hər birinizə. Ay Kamil, istə yatmamısan qaqam. Kamil, istə yatmamısan. Mən gözlü görüm istə yatı. Görsün sən istə yatın. Baxın. Ayşə də anası iləndir. Buyur. Salamlar dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir, necəsiniz, yaxşı olasınız inşallah. Çox xahiş edirəm, ümumiyyətlə bizim ailə müzakirələrimizlə canlılarda danışılmasın. Danışılacaqsa efirdə danışılacaq, bu qədər. Yəni qərarlar orada açıqlanacaq. Burada ümumiyyətlə ailə söhbətlərindən danışılmasın, çox xahiş edirəm. Yayda Lənkərinə qonaq gəlir. Çox sevirəm Rənganı. İnşallah Firəqə. İnşallah sevə-sevə. Sevə-sevə. Barışmaq mövzusuna gələndə barışmamışıq, bu qədər. Oldu, sağ olun, Allah namamda, Allah yaxşılar qorusun. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Allah Mən deyirəm yatma. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Salam Bakı, salam. Etmişəm, sizi mod etmişəm. Siz modsuz. Mod eləmişəm sizi, hazırda modsuz. Mən də sizə təşəkkür edirəm. Hüseyni idarə etmək istəyim. Neyse, inşallah biz o mövzudan danışmıyoruz.
Bağışlayın, mən qoşula bilmirəm. Tamam, oldu. Amin, çox sağ olun, evli, mutlu. Allah ailənizi xoşbəxt eləsin. Yeni ilinizi... Ay Kamil, istəyə atmamısan, mən səni qoşa bilmirəm. Alo. Rabitədə deyil, bura. Yoxsun, görüm tapsam səni belə qoşaram. Onu belə görmürəm. Səhifəmiz təzə düşələ, səhifəmizə takip atın zəhmət olmasa.